Önce gəldi Saksenta, bəli, sonra Ozempic, indi Manjaro dəbdədir. Bizim cəmiyyətdə doğru olmayan istiqamətdə aparılır bunun. Həm təbliğatı, həm biraz marketing girib bu işin içərisinə, biraz insanlar biznes marağına çevirib. Açıq deyirəm, bu işlə məşğul olan həkimlər də var. Diyetologlar niyə görə? Əgər istifadə edirsən və sonra bunu etiraf etməyəcəksənsə, demək ki, burada bu işi ya bilmirsiniz və bilmədən icra edirsiniz. Yox, mən məsəl üçün doğru olaraq həkim diyetologam və heç bir zaman arıqlama iynələri heç bir pasiyentimə tətbiq etməmişəm və hətta bəlkə də yeganə həkiməm ki, ciddi səhifəmdə sos deyərək bu haqda siqnal verib danışmışam ki, etməyin. Baxın, mən bugün bu polemikada etməyən deyən tərəf mənəm, elə biləm Sevinç xanım edin deyən tərəfdir həkim olaraq. Təbii ki, semaglutidlər, yəni bunu bir farmakoloji industriya lazım bildi və ortalığa çıxartdı. Demək, bu bilirsiniz hansı zaman lazımdır? Şəkərli diabet ikinci tipdə hətta. O qədər ağır formalardır. Yəni illərlə hətta bu insanlar bariatrik cərrahiyə belə müraciət edirlər. Yenə də nəticə əldə olunmur. Metabolik sindrom aradan qalxmır deyə. Bu insanlar üçün daimi axtarışlar var. Farm industriyada var, elm dünyasında var. Əgər sizin arıqlatma yöntəminiz yalnız arıqlama iynəsi ilə baş verirsə, o zaman siz buna etiraf edin. Niyə gizlədirsiniz? Deyək ki, gizlədəcək tərəfdə o zaman o diyetoloji dəstək xətti